1980'ci illərin sonunda Avropada yayılmağa başlayan bu əfsanə ilk dəfə Finlandiyanın Amenosatiya qəzetində yayımlanıb. Bundan sonra isə dünyanın dörd bir tərəfində geniş şəkildə yayıldı. 1989-cu ildə Sovet İttifaqının dağılmasından sonra Rusiya Dövlət Təhlükəsizlik Xidmətinə aid bir çox material Amerika və İngiltərə kəşfiyyatı tərəfindən yoxlanılmağa başlanılır. 1990-cı ildə bu dosyalardan biri London Whitehall D11 departamentinə faksla göndərilir. Dosyada qeyd olunanlar o qədər qeyri-adi idi ki, qısa müddət ərzində sürətlə mediada yayılmağa başladı. Rusiyanın uçsuz-bucaqsız bir bölgəsində böyük və geniş çuxur tapılmışdı. Rusiya Federasiyasının şimalında Mirmansk vilayətində yerləşən Kola yarımadasında bu çuxurun illər əvvəl dünyaya düşən meteoritdən yoxsa yeraltı təkanlardan yarandığı məlum deyildi. Həm çuxurun necə peyda olduğunu, həm də yerin daha dərinlərini enərək onu necə yarandığını öyrənmək üçün bir qrup geoloqa təlimat verilmişdi. Bir çox yerlərdə quyular qazılmağa başlanıldı. Bunlara Saadlı quyusunu misal göstərə bilərik ki, bu quyunun 11 kilometr dərinliyində qazılması nəzərdə tutulurdu. Lakin 8324 metr qazıldıqdan sonra bütün işlər dayandırıldı. Daha sonra Kola yarımadasında geoloqlar ərazidə daha dərin quyu qazmağa qərar verirlər. Bununla da quyu 1989-cu ildə 12262 metrə qədər qazılır. Bu həmin dövrün ən dərin quyusu idi. Layihə çərçivəsində planlaşdırılan dərinlik 15000 metr idi. 1983-cü ildə 12000 metr qazıldıqdan sonra işlər bir müddət təxirə salınır. 27 sentyabr 1984-cü ildə qrup yenidən işə başlayır və 12262 metrə qədər enə bilir. Lakin bu dərinlikdən gözləniləndən daha çox. 100 dərəcə istilik yerinə 180 dərəcə istilik gəlir və işlər çətinləşdiyinə görə layihə 1992-ci ildə dayandırılır. Layihə davam etdiyi müddətdə əsas kanaldan əlavə kanallar açılmışdı və bunlardan da ən dərini 12262 metr dərinliyində olan SC3 çuxuru idi. Rəsmi hesabatların xalqa ötürülən hissəsində sadəcə bu qədər məlumat verilirdi, lakin reallıq tamamilə fərqli idi. Bu iş üçün nəhəng drilə bənzəyən qazma cihazı çuxura yerləşdirilir və qazıntı işləri başlayır. Təxminən 50 sm genişliyindəki dəlik qazıldıqca quyudan çıxan torpaq, qaya parçaları minerallar laboratoriyada araşdırılır, müxtəlif qeydlər aparılırdı. Quyunu bacardıqları qədər dərin qazaraq, indiyə kimi əldə olunan məlumatlardan daha çoxunu öyrənməyə çalışırdılar. Uzun sürən qazıntı işlərindən sonra quyunun dərinliyi artıq 12000 metrə çatmışdı. Bundan sonra bir az da dərinə getmək istəyirdilər. Lakin drilin uç hissəsi inanılmaz formada fırlanmağa başlamışdı. Elm adamları və texniklər baş verənləri anlaya bilmirdilər. Onlar yerin altında yerləşən mağaralardan birini dərdiklərini düşünürdülər. Başqa bir qrup isə dünyanın mərkəzində olduqlarını hesab edirdi. Hər bir halda drill artıq boş-boşuna fırlanırdı, çünki düşəcək və dərinə gedəcək yer yox idi. Cihaz yerindən çıxarılır və həmin yer haqqında bəzi araşdırmalar aparılmağa başlanılır. Həmin vaxt dəlikdən istilik və bəzi uğultular gəlməyə başlamışdı. Bütün qrup maraqla növbəti mərhələni gözləyirdi. İlk növbədə oradakı istilik dərəcəsi ölçüləcəkdi. Yerin mərkəzinə yaxınlaşdıqca hərarət yüksəlirdi. Qrup çaşbaş qalmışdı. İstiliyi ölçən cihaz dəlikdəki istiliyin 1200 dərəcə olduğunu göstərirdi. Bu gözləniləndən daha yüksək nəticə idi. Cihazın işləmədiyini düşünərək başqa bir cihazla da yoxlayırlar, amma nəticə eyni olur. Bəziləri prosesi dayandırmağı desə də gecidir. Elmi maraqlar hər şeydən üstün idi. Qrupda yer alan dünyaca tanınmış doktor Dmitri Azakov qazma işlərinə davam etmək üçün oraya göndərilmişdi. O deyirdi: birdən-birə drill boşluqda fırlanmağa başladı. Bu hansısa mağaraya və ya boşluğa çatdığımızı göstərirdi. Termometrlər 1200 dərəcəyə kimi inanılmaz istiliyi göstərirdi. Bu gözlədiyimizdən daha çox idi. Sanki dünyanın mərkəzində cəhənnəm alovu yanırdı. Dmitri Azakov qazıntı işlərinin dayandırılmasını və istiyə dayanıqlı kabellər istəyir. Onlara kosmik gəmilərdə istifadə olunan həssas mikrofonlar yerləşdirərək quyuya sallayır. Bir saat sonra oradan eşitməyi ümid etdiyi səs qaya parçalarından çıxan səslər idi. Lakin o və 5 nəfərlik qrup insan qışqırığına bənzər səslərdən başqa heç nə eşitmirdi. Azakov bu sözləri deyir: mikrofonu daha da dərinə indirdik və sadəcə əzab içərisində qıvrılan insanların səslərindən başqa heç nə eşitmədik.
Əvvəlcə bu səsin ekipajdan birinə aid olduğunu düşündük, lakin lazımi işlərdən sonra şübhələrimiz düzgün çıxdı. Qışqırıqlar təkcə bir insana aid deyildi. Sanki milyonlarla insan eyni vaxtda qışqırırdı. Bu hadisədən sonra elm adamları layihəyə davam etməkdən çəkindilər. Aralarından birinin səsi daha aydın eşidilirdi. Amma orada bir yox, dəhşətli dərəcədə çoxlu insan səsləri gəlirdi. Bununla da hər kəsin dilinin ucunda bu cümlələr deyilirdi. Ateist olmasaydım, cəhənnəm səsləri eşitdiyimi deyə bilərdim. Azakov bu cümləyə gülürdü. Baş verənlərdən o da qorxmuşdu. Amma elm adamı kimi hadisələri açıqlamaq da onun işi idi. Bunun üçün də kosmik mərkəzdən istiyə dözümlü kameralar gətirilməsini istəyir. Azakov dəyərli elm adamı olduğu üçün Veneranı izləyən kameranın bənzəri 3 gün ərzində hərbi helikopterlə ona çatdırılır. Kamerada eyni formada quyudan aşağı salınır və bütün gün ərzində açıq saxlanılır. Azakov və kosmik mərkəzdən gələn mühəndisin imzaladığı hesabata görə kamera dəhşətli görüntülər qeydə almışdı. Elə ki, qayaların üzərində titrəyən və fırlanan insan fiqurları görünürdü. Onlar hərəkət etmirdi. Bir neçə dəqiqədən bir aralarında parlaq işıltı keçirdi. İnsanı narahat edən bu görüntülərin sadəcə 3 dəqiqəsi alınır. Çünki kamera orada olarkən xarab olur və mikrofon əriyir. Quyudan güclü buxar qalxır, pis qoxusu olan kükürt və müxtəlif qazlar çıxmağa başlayır. Həmin qrupdan bəziləri başqa bir bölgədə quyu qazmaq üçün Sibirə göndərilir. Və yenə həmin hadisələrə şahid olanların çoxunun müalicəsi zamanı şokdan ayılmaq üçün yaddaşlarının az bir hissəsinin silindiyi iddia edilir. Azakov və qrupuna isə baş verənləri heç kimə danışmasın deyə kosmik heyət tərəfindən xəbərdarlıq edilir. O vaxt ölkə kommunist rejiminin təsirində idi. Ateist iqtidar ehtiyat edirdi ki, baş verənlər açıqlansa, insanlar bu hadisələri birbaşa cəhənnəmlə əlaqələndirə bilər. Bu səbəbdən həmin ərazilər və hesabatların böyük əksəriyyəti məhv edilir. Elm adamları arxalarına belə baxmadan qaçıb gedirlər. Çoxu isə işindən istefa verərək özünü dinə həsr edir. Cəhənnəmdən gələn səs müzakirələri bir çox sualları da özü ilə bərabər gətirir. Həm din, həm də elm adamları bu sualların cavabını axtarırlar. Rusiyalı elm adamları yalancı deyilsə və qeyd edilən səslər reallığı əks etdirirsə, onda həmin səslər həqiqətən kimə aiddir? Rus elm adamları səslərin gerçək olduğuna dair andaman edirdilər. Elm də onları haqlı çıxarmışdı. Lakin səslər həqiqətən hansısa fəlakətə aid ola bilərdimi? Bəzi akademiklər bunun tezlik qarşılıqlığı ilə əlaqəli ola biləcəyini, ilahiyyatçı bir yazar maqmanın bu cür səs çıxara biləcəyini irəli sürmüş, məşhur bir kahin isə bunun cinlərə aid ola bilməsi ehtimalından danışmışdı. Bir çox elmi nəzəriyyələr göstərir ki, bugün cəhənnəm də, cənnət də insanoğlu üçün qeybdir. Və bu məsələyə hiylə qarışmayıbsa, həqiqətən deyildiyi kimi səslər varsa, onda bunların nə vaxtsa hansısa faciədə həlak olan insanlara aid olduğunu deyə bilərik. Çünki kainatda heç bir səs etmir və varlığı davam edir. Bu yolla da həmin səsləri yenidən dinləmək mümkün olur.